Məlumdur ki, vergi portalı artıq yeni interfeysdə təqdim olunur və yeni vergi portalı əvvəllər daxil olduğumuz 2-3 məlumat mənbəyindən bir sistemdə inteqrasiya olunmuşdur. Bəs yeni vergi portalında bizim hansı məlumatlarımız var? Bunun üçün asan imza və yaxud da sima və yaxud da digər daxil olma vasitələri ilə sistemə daxil olduqdan sonra şəxsi məlumatlar bölməsinə daxil olub bizə aid olan məlumatlarla tanış ola bilərik. Bu hissədə bizim əsas məlumatlar bölməsində bizə aid olan fəaliyyət kodu, fəaliyyət növümüz, VÖ-nün qeydiyyat tarixi kimi məlumatlar, həmçinin kassa aparatları bölməsində əgər kassa aparatımız varsa, kassa aparatı və onun nömrəsi qeydiyyat tarixi, obyektlər bölməsində icarəyə götürdüyümüz obyektlər barədə məlumatlar, bank hesabları hissəsində bank hesabımız, lisenziyalar hissəsində lisenziyamız varsa və vergi orqanında qeydiyyatı varsa, həmin lisenziyalar, mükəlləfiyyətlər bölməsində hansı vergiləri ödəməliyik, hansı vergilər üzrə mükəlləfiyyətlərimiz varsa, bunlarla tanış ola bilərik. Bundan əlavə post terminallarımız varsa, post terminalların nömrəsi və hansı bankda olması barədə də məlumatlar öz əksini tapır. Yeni portal vasitəsilə məktublar hissəsində daxil olan və göndərilənlər artıq illər üzrə qruplaşdırılmışdır. Hər hansı bir bizə daxil olan və göndərilən məktubu tapmaq üçün artıq müvafiq olaraq illər üzrə daxil olub həmin məktubla tanış ola bilirik. Bəyannamələr bölməsində eynilə məktublar bölməsində olduğu kimi artıq illər üzrə məlumatlar öz əksini tapır. Məsələn, 24-cü ili seçərkən 24-cü il təqdim etdiyimiz bəyannamələr və yaxud da 23-cü ili seçərkən 23-cü ildə təqdim etdiyimiz bəyannamələr görünür. Yeni bəyannamə təqdim etmək istəyiriksə, artıq yeni bəyannaməni seçib və təqdim edəcəyimiz vergi növünü seçərək və bəyannamənin növünü əlavə edərək bəyannaməni təqdim edirik. Bu yaxınlarda portala yeni inteqrasiya olunan məlumat büdcə ilə hesablaşmalardır. Artıq bir şəxsi hesab vərəqəsində əks olunan vergilər, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları üzrə artıq ödəmələr və yaxud da borclar barədə məlumatla tanış ola bilirik. Həmçinin bundan başqa şəxsi hesab vərəqəsini PDF və Excel olaraq da qeyd etdiyimiz dövrlər arasında hazırla edərək yükləyə bilirik. Portalda növbəti tanış olacağımız hissə elektron qayna fakturalardır ki, eynilə məktublar və bəyannamələrdə olduğu kimi illər üzrə çeşidlənmişdir. Gələn, göndərilən və qaralamalar bölməsi mövcuddur və həmçinin ərizələr var ki, vergi orqanına məlumat xarakterli olaraq göndərdiyimiz bəzi hesabat formaları və ərizələri artıq burada göndərilən qaralamalar və yaxud da təsdiqləyən hissəsində tanış ola bilirik.